Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kyokushinkai Karate Təşkilatının və Azərbaycan Respublikası Kyokushinkai Kontakt Karate Federasiyasının birgə təşkil etdiyi mütləq çəki üzrə 1-ci dünya çempionatını açıq elan edirik. The first absolute Kyokushin Karate World Championship held with the assistance of the Ministry of Youth and Sport, International Kyokushin Organization and Azerbaijan Republic is open. Beynəlxalq Kyokushinkai Təşkilatının və Azərbaycan Respublikası Kyokushinkai Kontakt Karate Federasiyasının bayrağı gətirilsin və qonaq ölkələri salamlayaq. Please rise for the nation. Please enter the flag of the International Kyokushin Karate Organization. Beləliklə, Kyokushinkai Karate üzrə 1-ci dünya çempionatı mütləq şəkildə keçirilən ilk yarış açıq elan olundu və Respublika Gənclər və İdman Nazirinin müavini İsmail İsmailov, Beynəlxalq Kyokushinkai Karate Təşkilatının Yaponiya üzrə nümayəndəsi, habelə təşkilatın prezidenti Eyyub Əzizov çıxış etdilər, idmançılara uğurlar arzuladılar və ümidvar olduqlarını bildirdilər ki, dünya çempionatı karatenin bu üslubunun inkişafında yeni bir mərhələ olacaq və onun daha da tərəqqi etməsinə təkan verəcək. Beynəlxalq Kyokushinkai Karate Təşkilatının bayrağı yarış meydanına getirilir və idmançılar da sıra ilə yarış meydanında düzülürlər. Bunların arasında dediyim kimi Azərbaycan karateçiləri ilə yanaşı dünyanın müxtəlif ölkələrinin nümayəndələri də var. Onların arasında Yunanistan, Rusiya, Pakistan, Türkmenistan, Qazaxıstan, Tacikistan, Qırğızistan, Latviya, Almaniya, Gürcüstan, İsveç, Şotlandiya, Litva, İran, Avstriya, Irak, Ukrayna, Belorusiya, Livan, Suriya, Polşa, Latviya və digər ölkələrin nümayəndələri var.
Yarışlar 2 gün ərzində keçirilir. Əvvəlcə ilk mərhələ görüşlərinə yekun vuruldu. 10 ən güclü idmançı müəyyənləşdirilir. Daha sonra isə bu idmançılar arasında da mütləq dünya çempionu aşkar edilir. Açılış mərasimindən sonra nümunəvi proqram göstəriləcək və bundan sonra isə final görüşləri başlanacaq. Qeyd etdiyim kimi mütləq şəkildə artıq idmançıların çəkisinin də elə bir fərqi, əhəmiyyəti yoxdur. Qalib dünya çempionu yalnız bir olacaq. Yeganə dünya çempionu. Ona görə də idmançıların çəkiləri arasında müəyyən fərqlər olsa da buna təəccüblənmək lazım deyil. Dediyim kimi mütləq dünya çempionatıdır. Burada özünə güvənən, özünə arxayın olan, öz hazırlıq səviyyəsinə əmin olan hər bir karateçi istər 50 kiloqram olsun, istərsə də 150 kiloqram fərqi yoxdur. Bunların hər biri tatamiyə çıxıb dünya çempionu adı uğrunda mübarizə apara bilər. Sözsüz ki, müxtəlif nominasiyalar üzrə burada mükafatlar da təsis olunub və yarışın ən yaxşı iştirakçılarına, ən yaxşı karateçilərinə də ayrı-ayrı mükafatlar, diplomlar, kuboklar təqdim olunacaq. Lakin dediyim kimi mütləq şəkildə dünya çempionu yalnız bir karateçi olacaq. Ümid edirik ki, bu karateçi də Azərbaycan Respublikasının nümayəndəsi olacaq. Belə ki, yarışı təşkil edən ölkə kimi komandamızın daha böyük heyətlə çıxış etməsinə icazə verilib və Azərbaycan Respublikasını yarışlarda 10 karateçi təmsil edir. Bunlardan da artıq növbəti mərhələyə vəsiqə qazananlar var. Onları sizə bir daha xatırlatmaq istərdim. Ruslan Hüseynov, daha sonra Sokrat Süleymanov, Murat Tahirov. İndi isə Xuraman Yusifovanı Doçkun ritualına dəvət edirik. Karateçilər dünya çempionu adı uğrunda mübarizəni davam etdirirlər.